Salam uşaqlar, bugünkü dərsimiz Fransa 2-ci Dünya müharibəsindən sonraki dövrdədir. 2-ci Dünya müharibəsi İngiltərəyə nisbətən Fransa üçün daha ağır oldu. Fransa ərazisinin çox hissəsi Almaniya tərəfindən işğal olundu və 4 il davam edən işğal rejimi ölkənin böyük zərbə vurdu və Fransa hökuməti mühacir etməli oldu. Ölkənin bütün sahələri iflis edilməyə düşdü. Müharibədən sonraki dövrləşməsinə baxaq, 1944 və 46-cı ildə müvəqqəti rejim yaradıldı. 1946 və 1958-ci ildə 4-cü Respublika dövrüdür və 1958-ci ildə etibarən 5-ci Respublika dövrü başladı. Müvəqqəti rejim dövrünə baxaq, 1944-cü ilin payızında Fransa ərazisi tamamilə işğaldan azad olundu və işğal rejiminin ağır nəticələri aradan qaldırmaq üçün Fransa yenidən qurmaq üçün yeni idarəçilik mexanizmləri yaratmaq üçün Charles de Gaulle'un başçılığı ilə 1944-cü ildə müvəqqəti hökumət yaradıldı. Charles de Gaulle sosial islahatı həyata keçirən güclü dövlət yaratmaq üçün Fransa müharibədən əvvəlki qüdrətini yeni qaytarmaq istəyirdi və müvəqqəti rejim dövründə ölkədə demokratik quruluş bərpa edildi. Nasistlərlə əməkdaşlıq edən məhkəmə məsuliyyətinə cəlb edildi və mülkiyyətləri müsadirə olundu. İqtisadi islahatlar keçirildi və bəzi müəssisələr dəyəri ödənilmək üçün milliləşdirildi. Fransanın aparıcı siyasi partiyaları ölkənin idarəetmə formasını parlament respublika kimi görürdü. Charles de Gaulle ABŞ münasibətdə prezidentliyin rəhbər etdiyi respublikanın yaradılmasını istəyirdi. Yəni ABŞ nümunəsində istəyirdi bu yaradılsın. Beləliklə fikir ayrılıqları yarandı və 1946-da Charles de Gaulle əsasən qanunverici orqanın hökumətin fəaliyyətinin qarşılamasına etiraz edərək istefa verdi və 1946-da Fransa yeni konstitusiyası qəbul olunması ilə müvəqqəti rejim fəaliyyəti başa çatdı və Fransada 4-cü Respublika fəaliyyətə başladı. Və 4-cü Respublika 1946 və 1958-də fəaliyyət göstərmişdir. Daxili siyasətinə baxaq 4-cü Respublikanın müharibə dövründə ağır nəticələri aradan qaldırmaq üçün hazırlanmış planlar müvəqqəti həyata keçirildi. Elmi texniki tərəqqi dövlət tərəfindən iri müəssisələrin fəaliyyətini dəstəkləmək üçün iqtisadi inkişafını sürətləndirdi. İri kapital qoyuşu artmasına görə Fransa 1950-ci ilin ortalarında ABŞ və Böyük Britaniya ötüb keçdi. 1950-ci ilin sonunda yaranmış hakimiyyət böhranı daxili siyasi narazılıq qarşılanan 4-cü Respublika nüfuzu sarsıtdı və müxalif bölgəsindən məharətlə istifadə etdi. İndi xarici siyasətinə baxsaq isə, xarici siyasətdə əsas istiqamətlərindən biri Avropa dövlətləri dinc münasibətlər qurmaq idi. Buna görə də Fransa 1949-cu ildə yaradılan Avropa Şurası və 1957-ci ildə yaradılan Avropa İqtisadi Birliyi yaratmasında əsas rol oynadı və özü ora daxil oldu. Və xarici siyasətdə əsas məsələlərin biri də müstəmləkələrini qoruyub saxlaması idi. Müharibədən sonra dünya müstəmləkə sisteminin dağılması prosesində Fransa işğal əraziləri təsir göstərdi. İkinci Dünya müharibəsindən sonra Fransa müstəmləkələrlə başlayan azadlıq hərəkatı qətarlıqla yatırmağa çalışırdı və bu zamanda 1 milyondan artıq insan soyğununa məruz qalmışdı bu zaman. Əlcəzairdə etiraz çıxışlarının baş verməsi Fransa ordusunun və bura hərbi müdaxilə etməsinə səbəb oldu. Bu zaman Fransa ordusu Əlcəzairdə bəşəriyyət əleyhinə soyqırım törətdi. Bu hökumətin nüfuzuna böyük zərbə vurdu. Əlcəzairdə olan hərbi qüvvələrin hökumətin bir sıra tələblər göndərməsi və ölkədə siyasi vəziyyətin ağırlaşması üçün bu əsas rol oynadı. Siyasi sabitlik tərəfdarı xilas yolunu Charles de Gaulle hakimiyyətə qayıtmasında gördü və 1958-ci ildə Fransa parlamentinin buraxılması ilə 4-cü Respublika süqut etdi və 5-ci Respublika yarandı. 1958-dən ta indiyənə kimi. 1958-də geniş səlahiyyətləri artan Charles de Gaulle idarəedici hakimiyyəti gücləndirmək və yeni konstitusiya hazırlamaq qərarına gəldi və 1958-ci ildə Fransada Charles de Gaulle'un təklif etdiyi konstitusiya qəbul olundu. Bu konstitusiyaya əsasən Fransa prezidenti Respublika oldu və həmin ilin sonunda keçirilən seçkilərdə Charles de Gaulle 5-ci Respublikanın ilk prezidenti oldu. 1958-1969-cu ilə qədər hakimiyyətdə oldu. Charles de Gaulle'un 5-ci Respublika daxili siyasətinə baxsaq, kapitalın mərkəzləşməsi gücləndi. Dövlət dəstəyi nəticəsində sənaye sürətlə inkişaf etməyə başladı və iqtisadiyyatın modernləşməsi nəticəsində Fransa inkişaf etmiş müasir sənaye dövlətinə çevrildi. Kənddə fermer təsərrüfatının inkişafı ilə Fransa Avropanın ən iri ərzaq ixracçısına çevrildi və sonra baxaq 5-ci Respublika dövründə Charles de Gaulle'un xarici siyasətinə. Charles de Gaulle prezidentliyi dövründə Fransanın xarici siyasətində əsas məsələ müstəmləkə problemi həll etmək və ABŞ-ın Avropaya müdaxiləsini minimuma endirmək idi. 5-ci Respublika dövründə Charles de Gaulle ABŞ-ın Avropadakı təsirini zəif etmək üçün Fransanın nüvə dövləti olmasına nail oldu və ölkənin müdafiə qüdrətini artırdı. Fransa NATO-nun hərbi strukturundan çıxdığını elan etdi. Müstəmləkə məsələsi dinc yolla həll etdi. 1960-cı illərin əvvəllərində Fransa ekvatorial və Qərbi Avropa müstəmləkələrinə 1962-ci ildə imzalanan Evian sazişi ilə isə Əlcəzairə müstəqillik verərək onun istiqlaliyyətini tanıdı. Nəticədə Fransa müstəmləkə imperiyasını süqut etdi və onun yerinə 14 yeni dövlət yarandı. Fransanın Mitterrand hakimiyyəti dövründə, yəni prezidentlik dövründəki vəziyyətinə baxaq. 1970-ci ildə Fransada iqtisadi vəziyyətin pisləşməsi sosialistlərin hakimiyyətə gəlməsinə şərait yaratdı və 1981-ci ildə François Mitterrand prezident seçildi. Yeni prezidentin ilk vəzifəsi ölkəni iqtisadi böhrandan çıxarmaq idi. François Mitterrand dövründə sosial-iqtisadi sahədə islahatlar keçirildi, sənaye dövlət bölməsinin payı artırıldı, əmək münasibətləri tənzimləndi, NATO və ABŞ ilə əməkdaşlıq inkişaf etdi və Fransa ordusu ABŞ-ın İraqdakı səhradakı tufan, yəni 1991-ci il əməliyyatında iştirak etdi. 1991-də Fransada Avropa İqtisadi Birliyi, Avropa İttifaqı çərçivəsində əsasını təşkil edən Maastricht
sazişini imzaladı və 1994-cü ildə Fransa Ruandada baş verən vətəndaş müharibəsinə hökumət qüvvələrinin hərbi yardım edərək 1 milyon yaxın insanın soyqırımına məruz qalmasına iştirak etdi. Uydurma erməni soyqırımı və alət edən fransız rəsmiləri Ruandadakı hadisələrə müdaxilə etməmək üçün BMT-yə müzakirə olunan bütün təqdimatlarında soyqırım fəaliyyəti satmağa səy göstərdilər. İndi Fransa müasir dövrdəki halına baxaq. 21-ci əsrdə dünyanın inkişaf etmiş ölkələrindən biri kimi qədəm qoydu və 2017-ci ildə Emmanuel Macronun Fransada prezident seçilməsi ilə onun apardığı siyasət nəticəsində Fransada yanacaq qiymətinin artması, xalqın güzəranının pisləşməsi ilə kütləvi narazılıqlar artdı. Makron hökumətinin tətbiq etməyə hazırladığı yeni vergi islahatları sarı jiletlər hərəkatının başlamasına səbəb oldu və ölkəni bürüyən bu hərəkatın qarşısını almağa çalışan hökumətin bir müddət islahat keçirilməsini gecikdirdi. Fransa haqqında ümumi məlumatımız bu qədərdir. Avropanın ən böyük dövlətlərindən biri sayılır, inkişaf etmiş dövlətdir, nüvəyə sahib dövlətdir və Fransa və elə də dünyada, hətta BMT-də söz sahibi olan dövlətlərdən biri sayılır. Sağ tərəfdə də Fransanın xəritəsi verilib, ümumi Avropanın xəritəsidir. Baxıb, bu belə deyək, ta ki 1990-cı illərə qədər olan Avropa xəritəsidir və diqqətlə baxıb öyrənməyimizi məsləhət görürəm. Dərsimiz bu qədərdir. Ümid varam sizin üçün faydalı olacaqdır. Sizə uğurlar arzu edirəm.